kimya preparatlar özləri xərçəng yaradır. Bunların məntiqi yanğını benzinlə söndürürlər. Kimya preparatlar mitotik aktivliyi olan hüceyrələrin, tez bölünən hüceyrələri bölünməsini dayandırırlar. Orqanizmdə də tək şiş hüceyrələr tez bölünmür. Bağırsaq, qaraciyər, qan, saç, tük, bütün bunlar tez bölünür. Yaşlı adamlara o kimya preparat vuranda ürəkləri dayanır, daha tez ölürlər, nəinki xərçəng. Baxmayaraq ki, 500 dənə effektli üsullar var, qəsdən dediyim kimi daxil eləmirlər. Bugün texnologiyalar var ki, 6 ay öncə, 1 il öncə şişi öncələmək olar, bilmək olar. Amma o texnologiyaları qoymurlar inkişaf eləməyə. Bizim ondan xəbərimiz var, avadanlıq lazımdır. Həkimə yox, heç olmasa profilaktik yoxlanış ildə bir dəfə keçmək olar. Qan ümumi analizi, ağciyərlərin rentgeni. Bilirsiniz, burada səhiyyə təşkil problemləri məsələsi var. Kim istəyir, haçan istəyir müraciət eləyə bilər həkimə. Amma hansı həkimə? Burada kimə müraciət eləyəsən, hansı dərdivə tapasan? Bir çox diaqnoz edici qoymaq çətin məsələdir. Kapitalist səhiyyə sistemində pulluluq, elitarlıq, müalicəvilikdir. Bir iri farmakoloji Pfizer'ın bir rəhbəri deyir ki, bizə maraqlı deyil ki, insanlar sağlam olsun, bunu bizim biznesimiz gedir. Kapitalizmdə hər şey yönəlibdir gəlirə və foreign biznesdə, tibbi biznesdə bu biznesdir.